Öncəliklə özünüz də baxaq, imtahanlar necə keçir? Mən ilk növbədə tərəf müqabillərimi istəyirəm mövzudan kənara çıxmamağa dəvət edirəm. Bu 18 iyun təhsil verilənlərin sertifikatlaşdırma imtahanı Azərbaycan ədəbiyyatla bağlı narahatlıqdır. Mən burada öz adımdan yox, bəlkə yüzlərlə, minlərlə müəllimlərin adından çıxış edirəm. Mənə gələn mesajlar, rəylər, zənglər və s. və ilə axır. Belə deyək, sertifikatlaşdırma imtahanının təşkili, imtahan mərkəzinin sayının artırılması, bu, yəni, belə deyək ki, Elm və Təhsil Nazirliyinin və dövlətin prioritet məsələsidir. Yəni, bu baş verməlidir, bu olmalıdır. Müəllim də üzərində işləməlidir. O müəllimlərdən biri də mənəm və mən heç kimi torma salmıram. Mənim heç bir sosial platformamda, ay nə bilim, gəlin mənlə hazırlaşın, əla olacaq, belə bir şey yoxdur. Yəni, bunu istəsiniz, bir jurnalist kimi araşdıra da bilərsiniz. Mən bura yazıb gətirmişəm, çoxsunu qeyd eləmişəm, bəzilərini qeyd eləyə bilməmişəm. Bu, imtahanlarla bağlı problemlər. Bizim söhbət gedir sırf Azərbaycan dili ədəbiyyat imtahanı ilə. İlk növbədə mənə maraqlıdır bu fənnə qarşı bir qərəz. Yəni, bu qərəz neçə ildir var? 2023-də də var idi, 2024-də də var idi, bu ildə vardı. Adi primitiv bir şey deyəcəm, bura yazmışam. Qərəz nəyə deyirsiniz? Gəlin onun nümunələr üzərindən göstərin. Birini deyim. Deməli, ayın 18-i 3 fənn imtahan verib. Azərbaycan dili, riyaziyyat və ingilis dili fənni. Necə olur ki, riyaziyyat müəllimlərinin nəticələri əladır, ingilis dili müəllim nəticələri əladır, amma Azərbaycan dilinin ədəbiyyatda elə bir nəticə yoxdur. Və nəzərə alaq ki, bu il imtahanda, sertifikasiya imtahanında iştirak edən Azərbaycan ədəbiyyat müəllimləri 2021-də yüksək balla miqdən keçib orta məktəbə qəbul olunan müəllimlərdir. Bu bir. İkinci məsələ. Bunların hamısına xahiş edəcəm, cavab verəcəklər. Deməli, 14 mətin salınıb Azərbaycan. Hələ mətinlərin özünə boyda deyir ki, müəllim deyir ki, mən ekranı aşağı-yuxarı eləməkdən, mətinlərin həcmi də böyükdür, telefonumda var, heyf ki, söndürmüşəm, orada da mətin nümunələrini gətirmişəm. 14 mətinə, birinə 4 dəqiqə vaxt ayrılsa, 56 dəqiqə eləyir. Yerdə qalır 46 sual, 64 dəqiqə. Yəni, bir suala 1,4 dəqiqə. Yəni, maksimal yuvarlaşdırma ilə 1,4 dəqiqə vaxt qalır. Yəni, bu nə qədər obyektivdir? Bax, çox maraqlı. İkincisi, niyə riyaziyyat müəlliminə riyaziyyatdan sual düşür? Fizika müəllimə, digər fənlərlə bağlı mənim üçün problemi yoxdur, onu da deyim. Fizika müəllimə fizika ilə bağlı sual düşür. Azərbaycan dili müəlliminə 14 mətin düşüb. Schopenhauer'dan, konstitusiya mətni, biologiyadan və yaxud digər fənlərdən. Yaxşı, bu 2 saat... Bir də məsələni dəqiqləşdirək. Sual biologiyadan deyil, mətin biologiyadan. Elmi, belə deyək də, elmi terminoloji sıxılıq ağır olan mətin. O cümlədən konstitusyon rəsmi işgüzar üslubda olan olsun, amma ona uyğun vaxt olsun. Baxın, mən bir haşiyə çıxım, imtahan çətin olsun, lap çətin olsun. Bu problem deyil. Amma